Allah Mütəala Quranda buyurur. Deyir ki, "Ləqəd kərrəmnəl bəni Adəm." Mən Adəm övladını kəramətli və şərafətli bir biçimdə yaratmışam. Bax, bu kəramət və şərafət barəsində alimlərimiz, ilahi höccətlər bizə başa salırlar ki, bu insanın ruhunun potensialıdır. İnsanın ruhu belə bir potensialda yaranıb ki, o potensial kamala açıqdır. Onun kamala çatmaq, ali insani dəyərlərə çatmaq, onun uca məqamlara çatmaq potensialı var. Ona görə də məhz bu cəhətdən aləmlərin Allahın növbəti bir rububiyyət libasını geyinir sanki. Təşri rububiyyət libasını geyinir. Yəni Allahın rububiyyəti ki danışdıq, Rəbdir, ona deyərlər təkvini rububiyyət. Allah hər kəs üçün təkvini rububiyyəti var, hətta insanın digər tərəf, maddi tərəf üçün. Amma bir də aləmlərin Allahının təşri rububiyyəti var. Təşri rububiyyət nədir? Bu məhz ancaq insan üçündür. Nə deməkdir? İnsanın həmən o cəhəti ki var, ruh cəhəti, onun təkamülə çatması üçün bu dəfə o Rəbliyi istifadə edir. Yəni nə edir? Yəni bu insana din göndərir, bu insana peyğəmbərlər göndərir, bu insana özündən xəbər verir, bu insana yaşadığı dünyada nələr onun ruhuna ziyandır, nələr onun ruhunu təkamülə çatdırar. Yəni şərafət və kəramət potensialını o necə ərsəyə gətirər, o necə ələ gətirər, həmən onu insana başa salır. Bax, bu dəfə ki, insana bunu başa salır, bu da Allahın Rəbliyidir, buna dedik təşri rububiyyət deyilir. Bu cəhətdən bəndəsinə artıq özünü tanış etməlidir. Niyə? Çünki indi o bəndə ibadət etməli, itayət etməli, sevməlidir ki, həmin o potensial aktuallaşsın. Şərafət potensialı. Ləqəd kərrəmnəl bəni Adəm. Mən Adəm övladını şərafətli və kəramətli bir biçimdə yaratmışam. Bunun aktuallaşması üçün aləmlərin Allahı bu dəfə ona ibadəti məsləhət bilir, itaəti məsləhət bilir. Amma kimə ibadət? Kimə itaət? İndi məcburdur sanki, belə desək, indi məcburdur ki, özündən danışsın. Özündən danışsın ki, kimə ibadət elə, kimi sev. Çünki insan Rəbbini sevəndə, onun yaradanını sevəndə, məsələn deyirəm, nəuzubə, o Allah yox, başqası da ola bilərdi. Amma Allah baxır ki, o mənəm, yəni ibadətə layiq mənəm, uluhiyyət məqamında mənəm. Ona görə də aləmlərin Allahı sanki məcbur qalır özündən danışmağa məxluqlar üçün. Özündən danışmağa niyə? Çünki insanlar onu tanımalıdırlar, onu sevməlidirlər, ona bəndəlik etməlidirlər ki, ta o biri hədəf gerçəkləşsin. Hansı hədəf? İnsan şərafətə çatsın, insan kəramətə çatsın. İnsanın həmin o potensialı ki var, o aktuallaşsın, insan uca məqamlarda olsun.